Hər kəsə salam millət. Bu gün sizə print on demand haqqında danışacağam. Print on demand nə deməkdir? Gəlin bunun tərcüməsinə baxaq bir yerdə. Google Translate eləyəcəm indi bunu. Biz bunu buradan dəyişək. Bunu isə Azərbaycan dilində qoymağımız daha yaxşı olar. Azərbaycani. Buradan yazırıq print on demand. İstəyə görə çap eləmək. Məsələn, siz hər hansısa bir məhsul tapırsınız. Məsələn, deyək, boş koftadır, ya nə bilim, boş telefon kabrasıdır, ondan sonra nə bilim, ayaqqabıdır, şalvardır, hər şeyin üzərinə istəyə uyğun yazılar yazıb, istəyə uyğun kvotları qoyub, nə bilim, istədiyiniz brendiniz adı, məsələn, deyək ki, Nike deyək ki, siz yaratmışsınız, məsələn, yəni siz bütün məhsulların üzərinə Nike deyə bir işarə qoyub məhsullarınızı satışa çıxarda bilərsiniz. Hər kəs öz brendi adı ilə bunu eləyə bilər. Ancaq bir brend olaraq tanınmaq əvəzinə ilk öncə mən məsləhət görərdim ki, maraqlı şəkil, yəni maraqlı kodlar, məsələn, hansısa uzun bir cümləli məna verən yazıları bir koftanın üzərinə yazaraq satış eləməyiniz daha uyğun olar. Beləliklə sizin axır ki canınız qurtarır winning product tapmaqdan. Bir çoxlarınız çox əziyyət çəkirsiniz həqiqətən də. Görürəm winning product yəni tapırsınız ancaq qərar verə bilmirsiniz. Ona görə mən sizə məsləhət görürəm ki, əgər aranızda belə adamlar varsa, o zaman məhsulu özünüz yaradın, özünüz satışa çıxardın. Beləliklə öz məhsulunuzu tanımış olacaqsınız və insanlara özünüz məhsul ürətməyə başlayacaqsınız. İlk başlardan hardan başlamalıyıq, necə eləməliyik? Onlara keçməzdən öncə sizə biraz məlumat vermək istəyirəm. Yəni sonda necə bir şey olacaq? Bu nədir? Ümumiyyətlə bunu necə eləyəcəyik? Hamısı bütün bu dərsimizdə yer alacaq. Gəlin yeni bir səhifə açaq. Yeni səhifədə isə buna uyğun bir adamı Google eləyəcəm sizin üçün. Adamın adı David Dobrikdir. Həmin bu David Dobrik özü YouTuberdir, bu qardaş. Amma gəlin bunun YouTube'unu da sizə göstərim. Adam YouTube'da Hey guys, it's David. 18 milyon izləyicisi var, amma demək olar mən danışdığım şeylər haqqında danışmır, sadəcə öz həyat tərzini göstərir. Ancaq bu adamın YouTube'dan da qazancı olduğu kimi əsas özü də print on demand ilə məşğuldur. Onun saytını da sizə göstərəcəm. Saytı mən səhv etmirəmsə Fanjoy-dur, amma fanjoy.net giririk buradan. Yox, onun saytı bu deyil. Gəlin onun saytını mən ən yaxşı Google-dan axtarım, Fanjoy eləyim. Fanjoy.co ilə açıb öz saytını. Deməli belə, bu sadəcə koftaların üstünə belə yazılar yazaraq, bax bu cür sayt loqolar düzəldərək belə sayt düzəldib. Bütün məhsullar hamısı özünə aiddir. Gördüyünüz kimi bütün yəni aksesuar papkası yaradıb, tops, yəni üst geyimlər kimi bir collection yaradıb və bütün satışını, yəni hər şeyi özü eləyir. Stop looking at my smile, stop looking at my smile. Yəni belə maraqlı sözlər yazaraq belə paltarlar düzəldir və satışa çıxardır. Sonra isə indi YouTube'da da geyinir, yəni həmin o cür paltarları həm reklam eləyir, lazım olanda, yəni bəzən də yanındakı adamlara geyindirir. Düz burada bu videoların hamısına baxmamışam, bilmirəm hansılarda var, amma oxuduğum məlumatlara görə var bu cür marketingi. Nəysə, keçək əsas şeyə. Bunun kimi sizə bir dənə təxmini bir saat göstərə bilərəm. Sizə bir nümunə olsun deyə. Adam amma deməli adam sadəcə heç bir paltar zad düzəltmir, sadəcə tablo satışı ilə məşğuldur. Yox, bir dənə koftası var, amma qalanlar hamısı tablodur. Yəni tablosunun hamısını özü dizayn edir bu şəkildə. Yəni hamı Google-da tablo yazanda qabağına link supply çıxır. Yəni çox maraqlıdır əslində. Yəni bizim düzdür, biz Azərbaycanda bu cür tablolar o qədər də maraq göstərilməsə də, xaricdə, Amerikada bu cür tablolara çox maraq göstərilir. Və insanlar Google eləyəndə ki, tablo alsınlar, bu adamın saytı onların qabağına çıxır. Bütün dizaynı hamısını özü eləyibdir. Bunu biz necə eləyə bilərik? Necə bu cür bir şey ortaya gətirmək olar? Necə mümkündür? Hamısını bu dərsdə izah eləyəcəm. Hər kəsdən xahişim odur ki, sadəcə diqqətlə baxsın, bütün addımları addım-addım eləsin və çox gözəl bir şeylər yarada bilərsiniz. Gəlin lazımsız səhifələrdən hərəkət çıxaq. Deməli, öz Shopify-mıza gəlirik. Shopify-mızda ilk başda nə etməliyik? Applicationlardan bildiyiniz kimi applərimiz var.
bu applərin içindən print on demand lazımdır sizə. Gəlirik proqram yerinə, apps yerinə, yəni Shopify App Store-a giririk və buradan print on demand proqramını axtarışa veririk. Biz bura print on demand yazırıq. Mən bunu yükləmişəm, yükləməyəcəm. Bunu siz yükləməlisiniz, sadəcə yolunu göstərirəm. Bu proqramı yükləmək lazımdır. 4283 review'su var, 4.6, 5 ulduz sayılır. Okey. Məndə hazır olduğuna görə yükləmirəm, amma siz yükləməlisiniz. Mən open app deyəcəm. Appə girdikdən sonra isə sizə buradan add product yeri olacaq. Add product'a basacaqsınız. Add product'a basdıqdan sonra isə qabağınıza bu cür boş şeylər çıxacaq. Məsələn, Coffee'dir, xanımlar üçün windbreaker deyirlər. Yəni vetrovka deyək bizim, yəni hamı başa düşdüyü dildə. Sonra belə bir kurtkalar var. Ondan sonra bu desən çaynik altıdır. Bu şalvarda istədiyiniz print də eləyə bilərsiniz. Yəni bu cür şəkillər eləyə bilərsiniz. Üstündə yazı ilə əlbəttə ki. Sonra bu cür paltarları rəngləndirə bilərsiniz. Amma gördüyünüz kimi heç birinin üstündə yazı yoxdur. Amma biz hamısının üzərinə yazı yaza bilərik. Məsələn, bunlardan bir ikisini mən sizə göstərəcəm nə cür eləyirlər. Amma ondan qabaq bizə loqo lazımdır. Yəni bizim loqomuz nədirsə, ona uyğun bir loqo düzəltmək lazım olacaq. Onun üçün inirik. Bildiyiniz kimi hamınız loqonu Canva'da düzəldirsiniz. Bu Canva'da mən sizə loqonu necə düzəltmək lazımdır, onu da izah eləyəcəm. Bilməyənlər də bilsin. Bilənlər zaten özləri eləyib öz saytına da qoyublar indiyə qədər. Həmən loqolarını istifadə edə bilərlər. Buradan Create Design-a keçirik. Ya da yox, elə buradan birbaşa axtarış yerində loqo yazırıq. Yəni biz loqo düzəltmək istəyirik. Loqonun bütün templateləri çıxacaq qabağımıza bu formada. Bizə uyğun bir loqo tapıb onun üzərində onu işləyəcəyik. Deməli, mən öz brendimi, yəni Ecom Soldier'dır. Yəni onun üzərindən gedəcəm nümunə olaraq. Hər kəs öz istədiyi formada eləyə bilər. Okey, mən bunu eləyəcəm hələ ki. Məndə Canva Premiumdur bu arada. İstəsəz siz də eləyə bilərsiniz. Heç bir ödəniş eləmədən. Yəni ilk trial verirlər. Bu da köhnə bəzi proqramlar ki var idi. Onlar kimidir. İlk başlardan sizə trial verirlər. Hansı ki siz onu kartınıza oraya əlavə edirsiniz. Düzdür, sizdən pul çıxılmır, amma bir müddət sonra pul çıxmağa başlayacaq. Bunun aylığı bilmirəm neçə, deyəsən $15-dır. Amma ilk başlarda pulsuz olduğuna görə hələ ki rahatıq. Yəni ki biz loqolarımızı düzəldək, sonra da kartımızı bağlayarıq. Yəni nə bilim buradan çıxardarıq. Belə bu cür loqo var. Məsələn, mən bura sadə gedəcəm hələ ki. Hər şey rahat izah edə bilim deyə. Ecom Soldier yazdım. Bu cür bir loqo düzəltdim çox qısacasına. Yəni siz buradakı bütün loqoları düzəldə bilərsiniz. Mən sadəcə bu formada elədim. Buradan bunun məsələn rənglərini dəyişə bilərsiniz. Ya nə bilim ölçülərini dəyişə bilərsiniz. Məndə əslində qara sevdiyim rəngdir, qara olsun. Ağ köynəklərin üzərində bunu çox qəşəng görürəm, yəni gözümə qəşəng gəlir. Keçirik Share yerinə. Share yerində isə Download var. Bunu yükləmək yerində burada Transparent Background eləmək lazımdır ki, loqo kimi istifadə edə bilək. Bir də PNG kimi yükləyin, yəni bunlara fikir versəniz bəs eləyir. Sonra isə Download eləyirik. Bizim loqomuz yükləndi, gördüyünüz kimi bura. Sonra isə gəlirik bura. Sizcə loqonu mən ilk dəfə harada istifadə eləməliyəm? Koftada mı, yoxsa opaqda mı? Burada bütün kateqoriyalar var. Qadın paltarları belə var. Gəlin baxaq. Bir də məhsul seçəndə fikir verin ki, bu cür reviewları yaxşı olsun. Bir də ondan əlavə də qiymətinə də fikir vermək lazımdır ki, bu sizə koftanın üzərinə qiymət, yəni ucuz olmalıdır ki, yaxşı xeyrinizi qoyub sata biləsiniz yəni. Adamın 2550 review'su var, hamısı da 5 ulduzdur. Belə baxıram ki, bu satıcı güclüdür. Onun üçün bu satıcı ilə işləməyi qərar verirəm. Keçirəm ondan işləməyə. Burada gördüyünüz kimi iki dənə variantınız var. Ya loqonu bura vura bilirsiniz, ya da ki buradan DTG printing eləyib ortadan eləyə bilərsiniz. Bizim loqomuz nə rəngdə idi bilmirəm. Olmasa da o biri loqolardan istifadə edəcəm. Bu loqonu götürürük, bura əlavə eləyirik və loqomuz buraya yüklənməyə başlayır. Biz gözləməliyik ki, loqomuz buraya yüklənsin, sonra isə apply eləyək.
Apply elədikdən sonra o burada görünməyəcək. Çünki kofta qaradır. Loqosu da qara olduğuna görə ən yaxşısı belədir. Ağ koftanın üzərində olacaq. Bunu bu cür böyüdüb balacalaşdıra bilirik. Bu formada eləyə bilirik. Məsələn, əlbəttə ki, bu sadə loqoydu. Yəni başqa cür loqolarımız da var. İndi hamısını gedişatda göstərəcəm necə eləmişəm. Bu cür qabağına bir loqo qoy, belə bir loqo qoydum. Hər şey yaxşı görünür mənə görə. Buradan sonra bunun qabağındakı olan loqodur. Sonra isə yəni arxasına da loqo qoymaq mümkündür. Burada istədiyiniz bir canavar şəkli, yəni nəsə də bir simvol qoya bilərsiniz. Amma hər qoyduğunuz loqoya, şəklə görə qiymət arta bilər. Məsələn, burada outside label var. Çölündə arxasında bu boyun hissəsində olan yerinin loqosudur. Orada loqo əlavə eləyəndə əlavə ödəniş olacaq. Inside label isə etiket üstündə o məsələn made in məsələn yazır Madagaskar və s. Həmin o hissəsidir. Left sleeve isə qolunun üzərinə vurula biləcək loqodur. Mən sadə gedirəm, yəni sadə edəcəm. Amma siz istəsəz bu cür formada işləyə bilərsiniz. Buradan razmerləri seçə bilərsiniz, hansı razmerlərdə satmaq istəyirsiniz. Mən bütün razmerləri eləyirəm, insanlar üçün seçim çox olsun deyə. Ya da deyək ki, məsələn, sizin heç loqonuz yoxdur, sadəcə üzərinə yazı yazmaq istəyirsiniz bu formada. Gəlirik buradan, məsələn, indi bu loqonu çıxardıram. Yəni siz oradan zaten proceed to media eləmiş olsaydınız, o formada yüklənəcəkdi məhsul. İndi isə burasını izah eləyim deyə təzədən bir də izah eləyirəm. Buraya Ecom Soldier yazıram. Bu formada. Deyəsən tekstin şeyi böyükdür deyə ölçüsü böyük olduğuna görə yazı görünmürdü. İndi amma göründü. Yazını buraxdıqdan sonra, yəni bu hissələrini toxunduqdan sonra yazı bunun üzərində necə görünür, o formasını alır. Loqonun istənilən yazı formasında yaza bilərsiniz bu formalarda. Sonra isə rəngini istəsəniz buradan dəyişə bilərsiniz. İstənilən rəngi qoya bilərsiniz. Məsələn, mən boz deyirəm. Boz olanda biraz solğun görünür. Qırmızı qoya bilərik. Məsələn, qırmızı qoyan sonra yazı kimi görünür, amma indi birazdan üzərində sap kimi işlənilən kimi görsənəcək. Mənə elə gəlir ki, ağ rəngdə qoysam daha yaxşı, ideal görünür. Sonra isə buradan həmən bu yazını istədiyiniz tərəfə məsələn bir əyri qoya bilərsiniz, bu cür qoya bilərsiniz. Mən 0 gedəcəm, burada 0% olanda düz olur. Ən sevdiyim burada budur. Outline-dır. Yox. Bir saniyə. Bu arıcı yazılan hissəsidir. Məsələn, nədir bu? Məsələn, belə uzun yazmaqını istəmirsinizsə, məsələn, bu formada belə loqonu əyə bilərsiniz. Arasına bu cür bu formada belə olacaq. Sonra bunu belə eləyə bilərsiniz. Bunu buradan çəkə bilərsiniz sağa sola, istədiyiniz tərəfə məsələn. Və bu formada yerləşdirə bilərsiniz. Burada bir loqo da yapışdıra bilərsiniz. Hamısını burada bu formada eləyə bilərsiniz. Amma keçək əsas gəlin biraz şəkilli necə eləyirlər onu eləyək. Bu ən sadəsi idi. İndi isə sizə biraz daha mürəkkəb dərsləri izah eləyəcəm. Deməli, okey, biz gəlin sıra-sıra gedirik. Loqo düzəltməyi bildik, download eləməyi bildik. Yəni, transparent bu arxa fonunu necə siz eləyə bilməyəcəksiniz, çünki premium olmayacaq. Əgər o cür download eləmək istəyirsinizsə, yəni arxa fonu olmasın deyə. Buradan transparent background-da mütləq quş qoymaq lazımdır ki, bu arxa ağ şəkildə çıxmasın, yəni PNG formada gəlsin, loqo formasına gəlsin. Sonra isə davamında isə bunların hamısına gedib bir pricing keçmək olar. Gəlin amma bir dənə tamamilə ən qəşəng bir şey düzəldib, ən axırda elə bir cür necə yükləmək lazımdır, onu izah eləyəcəm. Amma ondan qabaq da sizə bəzi göstərmək istədiyim şeylər var. Gəlin biraz buradan geri qayıdaq. Başa qaydırıq. Loqo ilə artıq bir işimiz yoxdur. Bitirmişik loqo ilə dərsimizi.
Gəlirik buradan yenə add product yerinə. Burada add productda istənilən məhsulu götürüb elə o cür formada brendləşdirə bilərik, yükləyə bilərik. Məsələn, mən indi bura bir hansınsa bir loqomu qoyub həmən loqo üzərindən yükləyəcəm. Yəni şəkilli bir loqo olacaq bu. Məsələn, bu qardaşın şəkli xoşuma gəlir. Gəlin bura ilə gedək. Bir sonra isə bu papağı düzəldəcəm. Burada bu formada olanda bu hissədə olunur. Loqo bu hissədə görünür. Mən bu hissədə olmağını istəyirəm yumru formada. Ona görə belə eləyəcəm. Buradan da mənim özümün loqom var idi deyəsən. Yəni upload eləyək, okey. Ya da elə bunu eləmək istəyirəm. Bu görə necə görünür. Baxın, belə bir loqo var məndə. Bu cür belə bir kofta düzəldə bilirəm. Onu istədiyim cür qaldıra bilirəm. Sonra istədiyim formada sağa sola eləyə bilirəm. 3 dərəcə elədim. Qəşəng pis deyil. Ondan sonra isə davam edirəm bunu. Artıq paylaşıma keçmək istəyirəm. Orada gördüyünüz kimi rənglər var idi. Mən rənglərdən bir dənə ağı seçdim. Sadəcə ağ tişört üzərindən gedirəm. Siz istəsəz bunu ağ, qara və başqa rənglərdə də eləyə bilərsiniz. Buradan isə əsas main image yazılıb gördüyünüz kimi. Yəni əsas şəkil kimə aid olmasını istəyirsinizsə onu seçin. Məsələn, modelləri özünüz seçirsiniz. Mən modellərə bir baxıram. Şəkil formalarına. Dediyim kimi bu adamın şəkli yaxşıdır. Mən bunun üzərindən gedəcəm. Front, back, placements. Odur ki, yəni haralarda olsun. Məndə bir dənə qabağında olmağı yetərlidir. İndi isə keçirik növbəti hissəmizə. Bu təsəvvür edin bir Shopify kimidir. Siz məhsulu düzəltdikdən sonra gəlirsiniz details yerinə. Burada description'ın nə dildə olduğunu seçə bilərsiniz. Mən English seçəcəm çünki kütləmiz ingiliscə bilir. Məhsulumuzun adı Shopify-a nə cür yazılmalıdır onu biz seçməliyik. Mən yazacağam Ecom Soldier Wolf T-shirts aralarında sadəcə belə bir şey qoyacağam. Uşaqlar daha professional görünmək üçün Ecom Soldier'dan sonra məsələn öz brendinizin adını yazacaqsınız bura. Ondan sonra bura TM qoya bilərsiniz. TM mənası team deməkdir. Yəni Ecom Soldier komandası. Bunu götürüb buradan kopyalayırsınız və gəlib buraya yapışdırırsınız. Ada birləşik olmalıdır. Buradan da ara veririk. Bu formada olur. Sonrası description'da sizin koftanızın haqqında olan məlumatlardır. Bunu istədiyiniz cür düzəldə bilərsiniz. Əlavələr eləyə bilərsiniz. Blend product source from Latvia yazıb. Yəni Latviyada, məhsul Latviyadan gəlir. Mən bu haqda məlumat vermək istəmirəm deyə bunu silirəm. Siz də silə bilərsiniz. Ondan sonra isə buradan tagslərdən məsələn tags nə idi? Deezer'də əlavə eləyirdik. Məsələn, kamera olanda yazırdıq altına kamera, video, nə bilim video kamera belə yazırdıq ki, insanlar bizim mağazamızda axtaranda həmən məhsulu tapa bilsinlər. Mən də bura sadəcə t-shirts yazacağam. White t-shirts. White bir dənə white yazırıq. White t-shirts yazırıq əlavə. Ondan sonra Wolf. Və gəlirik collection yerinə. Collection'da bu məhsulun hara yüklənməyini istəyirsinizsə ora eləməlisiniz. Məndə t-shirts collection'ı var. Ora əlavə edirəm çünki bu t-shirt kateqoriyasına uyğundur. Submit elədikdən sonra bu məhsulun bizə qiymətləri çıxır. Məhsulun qiyməti $27-dır. Mən məhsul düzəldiyində qiymətinə baxmadım. Ona görə də bax bu cür vəziyyət yarandı. Yəni gəlir axırda $30 satışımızdır. $3 buradan bizə qazanc qalır. Əlbəttə ki, biz bu satışı, yəni məhsulun qiymətini istədiyimiz qiymət qoya bilərik. Mən 49.99 qoyacağam. Haradasa $22 xeyir qoyuram üstünə. Əlbəttə ki, bu nümunə üçündür. Heç kim Ecom Soldier'ın koftasını girib $49 alası deyil. Çünki brend olaraq tanımır. Mən sadəcə sizə nümunə olaraq göstərirəm bunu. Başqa cür hop paltarlar da düzəltmişəm burada test olaraq sizə göstərim. Çox vaxtımız getməsin deyə. İndi bunlar haqqında da sizə göstərəcəm. Okey.
Bu bizim mağazamızın yüklənmə ərəfəsindədir. Gəlin mən sizə o bir məhsulları göstərim. Nələr düzəltmişəm deyə. Women t-shirts var bir dənə belə. Şəklini açın baxın. Yəni bu formada modeldir. Həmin bu kofta da onun üzərindədir. Yəni siz şəkil olaraq bunu düzəldirsiniz. Düzdür. Mən bu şəkli həmən Printify-da düzəltməmişəm. Düzəltdiyim yer haradsa, oradakı modellərlə də sizi tanış eləyəcəm. Bu sizə sadəcə Shopify-da yox, Azərbaycanda belə kömək ola bilər. Məsələn, hər hansısa bir deyək ki, butik düzəldirsiniz, bu cür paltarları dizayn edib butikinizdə yerləşdirib onlayn olaraq sata bilərsiniz. Yəni bu print on demand-la məşğul olan çoxlu çap yerləri var. Məsələn, elə demək olar Azərbaycanda bütün məhəllələrdə çap yeri ilə məşğul olan, kserkopiya ilə məşğul olan ofislər ki var, onlar bu cür koftaları düzəldə bilirlər. Sizə lazımdır ki, sadəcə məhsulları listələyəsiniz, butikinizdə reklam edib satasınız. Nəysə, bu bir əlavə bir ideya idi sizə verdim. İndi isə keçirik o birisi məhsullara. Gəlin elə bu qardaşın koftasına baxaq. Bu bayaq düzəltdiyim də elə. Gördüyünüz kimi bu şəkildə görünür. Şəkil çox keyfiyyətsizdir, okey, sizlə razıyam, çox balaca görünür. Bu Printful'un bizə verdiyi şəkillərdir. Hər şeyin çarəsi olduğu kimi bunun da bir çarəsi var. İzah eləyəcəm ki, nəyi necə eləmək lazımdır. Bu loqo ilə başqa cür şəkilləri necə əlavə eləyə bilərik, onu öyrədəcəm sizə. Amma ondan qabaq gəlin o birisi məhsula da baxaq. EconSolder aid bir dənə də koftamız var. Bu da bu cür loqolu bir koftadır. Okey, bununla da razıyam. Bizim loqomuz qəşəng olsa da, koftada da qəşəng qalsa da şəkil olaraq heç də qəşəng görünmür. Çünki keyfiyyətsizdir. Keyfiyyətli şəkili hardan tapırıq və bu cür paltarların, yəni bu cür koftaları necə listələyə bilirik? Siz Printful-da bu məhsulu düzəldib bura yüklədikdən sonra bizdə ki bu loqo var. Biz bu loqodan istifadə eləyərək gedib indi bir bəzi modellərdən şəkillər düzəldib gətirib bura əlavə eləyəcəyik və həmin məhsulu sonra satışa çıxarda biləcəyik. İndi isə Print on Demand dərsinin birinci hissəsində sonlarına yaxınlaşırıq, amma sonlarında sizə öyrətməli olduğum həmən o hissəni izah elədikdən sonra ən sonra isə satış yerinə keçəcəyik. Satış yerini isə bu dərs yox, bundan sonraki dərsdə izah olunacaq. İnsanlar, yəni tələbələrimiz, yəni siz hər şeyi qarışdırmayasınız deyə. İndi isə gəlin keçək həmən o dediyim sayta. Saytın adı Place It, yəni yerləşdir mənasını verir. Baxın, burada istənilən qədər model var və istənilən qədər loqolar da düzəldə bilərsən. Mən buradan qeydiyyatdan keçmişəm. 15 dollar, 10 dollar ya da 15 dollar pul ödədim. Burada mockups o deməkdir ki, yəni modellər, yəni şəkillər nələr var, nələr yox. O hats, papaqlardır, hoodies, bildiyiniz kimi kapşonkalardır, leggings, şalvarlardır xanımlar üçün. Mən elə ki t-shirtsə baxacam. Baxaq görə t-shirtdə kimlər var, necə şəkillər düzəldə bilərik. Burada gördüyünüz kimi baxın, özümüz öz loqomuzu düzəldib bu adamların şəkillərinin üzərinə əlavə eləyə biləcəyik. Bu bayaqki gördüyünüz xanımdır. Shopify-da məndə burada olan xanımdır. Elə mən həmin o saytda düzəltmişəm bu xanımın şəklini. Gördüyünüz kimi obislərdən fərqli olaraq bir dənə bu elə keyfiyyətli görünür EconSolder adı ilə. Orada da zaten göstərir ki, şəklin hansı razmerdə yükləmək lazımdır. Məsələn, görürsünüz 750-nin 1200-ədir. Mən loqonu sadəcə 500-500 yükləmişəm o Canva-dan. Siz oradan onu ayarlayıb düzgün loqolar götürə bilərsiniz. Bura belə balaca loqolar əlavə eləməkdənsə mən təklif edirəm ki, daha rəngarəng şeylər düzəldəsiniz. Əsasən, belə deyim, pişik səhifəsində çoxunuz reklam edirsiniz. Pişiklərə aid niş düzəldib, pişiklərə aid maraqlı yazılar yazdırıb, qəşəng koftalar düzəldə bilərsiniz. Ondan sonra buradan qəşəng pişiklər üçün qablar var. Qabların üstünə yazılar yazdıra bilərsiniz. Ya da ki, bu pişik ideyasını bir qırağa qoyub, məsələn, yeni doğulmuş körpələr üçün balaca paltarlar olur. Həmən paltarların üstündə məsələn I love my dad, atamı sevirəm, anamı sevirəm deyə belə paltarlar düzəldib saytda yerləşdirib sırf
baby niş üzərindən də gedə bilərsiniz. İndi baxın, yəni marketinqinin hansı nişin marketinqi sizə uyğundursa, o üzərindən düzəldin, o üzərindən başlayın məhsulları düzəltməyə. İndi isə mən sizə qısa yolla loqo düzəltməyi də öyrədəcəm burada. Məsələn, gəlirik buradan bizim kateqoriyaya uyğun nəsə varsa, ona uyğun bir şey götürəcəyik. Elə sadəcə loqoya girim hələ ki. Bundan sonra seçeneği çoxalır. Sizin brendinizin adı nədirsə onu yazmalısınız. Məsələn, mən buraya yazıram Ecom Soldier. Next eləyirəm. Və mənə burada çoxlu loqolar çıxacaq qabağıma. Yəni adamlar mənim üçün loqonu özləri düzəldib hazır verəcəklər. Industry seçmək lazımdır. Yəni bizim işimiz nədir? Məsələn, Ecom Soldier olaraq biz nə iş görürük? Yəni sizdə dropshipping saytıdır. Yəni buradan dropshipping də qoya bilərsiniz. Ya nə bilim heyvan məhsulları üçün məsələn pets yazıb let's go eləyə bilərsiniz. Mən Ecom Solder'dan pets girişdim. Əslində səhv girişdim, amma olsun, yenə də düzəldərik bir şeylər. Məqsəd sadəcə izah eləməkdir hər şeyin yolunu. Budur, buradan şəkillər düzəldə bilərsiniz. Logo ilə falan və həmən adamların koftasının üzərinə yerləşdirə bilərsiniz. Ecom Solder Body Pet Store, Ecom Solder Society Playground, Ecom Solder Lovers Pet Store. Biraz çox fərqli oldu açığı. Gəlin onu düzəldim mən. Ecom Solder'a aid gəlmir. Education qoyacağım. Education qoyandan sonra burada grafik seçə bilərsiniz. Yəni sizə uyğun olan hansı simvola uyğun loqolar düzəltsin. Mən Ecom Solder'da bizdə simvol olaraq canavardır. Ona görə canavar üzərindən gedəcəm. Bunlardan sıradan birini götürəcəm. Məsələn deyək. Məsələn bunu götürək elə belə. Maraqlıdır. Baxaq nə kimi şeylər düzələcək. Siz oradan dəyişdikcə burada da hamısı bir-bir dəyişir. Burada biraz loqoların düzəlməyə, yüklənməyə biraz vaxt alır. Ona görə gəlin mən buradakı elə indidən açılmış olanlardan istifadə edeyim. Məsələn deyək ki, gəl bunu götürək. Bu da pis deyildi. Yox, qaçdı əlimin altından. Yenə də siz özünüz bu formada da olmağına baxmayaraq buradan loqoları dəyişə bilərsiniz və yazıları da dəyişə biləcəksiniz, ətrafdakı bu yazıları. Burada Ecom Solder'ı burada apparel sözünü siləcəm. Ecom Solder'ın olmağı yetərlidir. Holiday Dresser. Birazdan Baku, Azərbaycan yazım elə belə. Nə də yazmayayım, mesela Ecom Solder qısa sadə olmağa bəs eləyir. Buradan bu loqonun şəklini də dəyişə bilərsiniz. Gördüyünüz kimi qrafik. Buradan qara qoysanız qara olacaq. Ətrafın içini isə ağ qoysanız ağ olacaq. Yazının da rəngini buradan qoyub qara eləyə bilərəm. Bu formada. Açıq dizayn elə də güclü deyiləm. Ona görə sadə sıradan göstərirəm. Amma aramızda bilirəm tələbələrin içində çox qrafik dizaynla məşğul olan uşaqlar var. Yəni ümid edirəm ki, sizdən çox belə wow işlər görəcəm. Nəysə, gəlirik buradan download eləyirik. Download elədikdən sonra gözləyirik ki, bizim loqomuz yüklənsin. Click here, download eləyirik. Buradan gəlir bizim düşür loqomuz bura. Və təzədən qayıdırıq biz mockuplara. Mockuplardan da t-shirtlərə, ya nə bilim, stəkan falan varsa, yəni sizə nə maraqlıdırsa o üzərindən gedin. Mən istəyirəm ki, t-shirt üzərindən gedim hələ ki. Buradan siz t-shirtinizi kimin geyinməyinə qərar verə bilərsiniz. Məsələn, genderdə boy girl uşaqlara aid deyil, balaca uşaqlar üçün də. Mən woman isə böyük adult sayılır, yəni 18+ adamların şəkilləridir. Mən istəyirəm woman olsun. Age fərq etmir. Ethnicity isə, yəni buradan seçə bilərsiniz. White model, Asian model, Hispanic model, Indian model. Yəni bunların hamısı hər millətdə adam var. Mən white model istəyirəm, yəni ağ adamlar olsun. Buradan da gəlirik
istədiyimiz bu template istifadə edib həmin adamın şəklindən istifadə edə bilərik. Məsələn, deyək, gəlin bu xanımın şəklindən istifadə edək. Həmin bu xanımın bu ətrafda başqa fotoları da var. Məsələn, bu kimi gördüyünüz kimi you might like yazıb, yəni siz bunu bəyənə bilərsiniz. Məsələn, bu var, bu var. Yəni eyni xanımdır və eyni ərazidə şəkillər çəkdirib bu cür. Üzərində də istədiyiniz cür şəkilləri qoya bilərsiniz. Gəlin indi birinci bunu düzəldək. Insert image eləyəcəm. 750-nin 750 olmalıdır, logo deyil. Onda daha keyfiyyətli görünür. Composer elədim. Baxaq gör necə görsənəcək. Loqonu yuxarı qaldırmaq lazımdır ki, koftanın üstünə düşsün. Bu şəkildə biraz böyüdə bilərik. Belə maraqlı bir şəkil oldu. Crop eləyirik. Baxaq qızın üstünə necə oldu. E hərfi görünmür, amma belə çox qəşəng göründü. Həqiqətən bəyəndim. Yəni bu şəkil düzəltdikdən sonra, yüklədikdən sonra bu şəkillərdən də birini düzəldib, imeni bu loqo ilə çox maraqlı bir product page düzəldə bilərik. Deməli, bunu download edirik birincisi. Ondan sonra isə keçib o biri şəkillərdən də düzəldərik. Eyni cür bu form, bu loqoda. Baxmayaraq ki, burada Ecomsolder'ın E-si görünmür. İndi görünən formada da düzəldəcəyik. Yükləndi, baxaq. Download again deyirsə, deməli, download edib ki, verilir. İndi basaq, aha, okey. Gəldi. İndi isə görünənlərdən baxaq, nə var? Loqolar hazır vəziyyətdə görsənir burada. Yəni, bu xanımı bu şəklini də götürək. Artıq hansısa modelə, yəni, nə bilim, kiməsə paltarınızı, yəni paltar düzəldib verib reklam eləməsi üçün ödəniş eləməyə ehtiyac yoxdur. Yəni bu sayt sayəsində hər cür yəni gözəl brendlər düzəldib, bu cür gözəl şəkillər düzəldib product page verib reklama çıxa bilərsiniz. Nəysə, bunu da download eləyək. Dediyim kimi bu şəkillərin hamısını götürə bilərsiniz uşaqlar ki, daha şəffaf olsun product page. Sadəcə mən dərsin vaxtı çox getməsin deyə eləməyəcəm. İki dənəsi mənim üçün bəs eləyir. Download eləyirik bunu da. Sonra isə gəlirik bura və buradakı bu loqonu elə bu məhsulu silib, məhsulun üzərinə əlavə edəcəm. Həmən bu loqonu add file eləyirik və bu iki dənə şəkilləri buraya əlavə eləyirik. Sonradan satış olduqdan sonra həmən bu məhsulu Printful-dan düzəldib göndərə biləcəksiniz. Okey. XS. Sonra biz ancaq ağ t-shirt düzəltdik. Ancaq rəngimiz ağdır. Collectionlardan t-shirt əlavə eləyirik. Textlərdən istədiyiniz kimi yazılan yenə nə cür məhsul axtarılmalıdırsa onu yazıb əlavə edəcəksiniz. Nəysə, bunu save eləyirik. Save elədikdən sonra bu məhsulun bizim saytımızda necə görməyini bilirəm, hamınız maraq eləyirsiniz. Gəlin baxaq, amma mən hələ ki heç bu məhsulu orada göstərişə çıxartmamışam. Bu cür belə bir sayt düzəltmişəm. Elə bu sizə göstərdiyim şeylərdən istifadə eləyərək. Baxın, bu xanımın üzərindəki bu loqodur. Ondan sonra bu xanımın papağının üstündəki loqomuzdur. İndi isə bu xanım da gəldi, məhsulu bura düşdü. Baxın, bu şəkildə görsənir. Gəlin elə birbaşa sayta baxaq. Əgər bu saytın ətraflı baxmaq istəyirsinizsə, axtarış yerinə jabbar.com.myshopify.com yazıb sayta daxil ola bilərsiniz. Saytın necə göründüyünü görmək istəyirsinizsə. Buradan sidebar eləyirəm. Sonra isə məhsullar da bu şəkildədir. Bu featured productdır, yəni ən əsas məhsul hansıdırsa odur. Gördüyünüz kimi, baxı şəkillərdəki kimi keyfiyyətsiz görünmür. Çox keyfiyyətli görünür. Məsələn, bu xanımın da şəkli çox qəşəng görünür. Və bu da bunun description-ıdır. Bu sayt hələ tam hazır deyil. Sadəcə məhsullar üzərində daha çox vaxt aparmışam. Logo da bayaq göstərdiyim formada düzəltdiyim loqolardandır. Yəni bu cür paltarlar düzəldib satışa çıxarda bilərsiniz.
Sizə məsləhət görmürəm ki, öz brendinizi qabağa çəkəsiniz, yəni öz brendinizi daha çox satışa yönəldəsiniz. Məsələn, o bayaqki Fanjoy-da belə fikir verin ki, Fanjoy-dakı qaqaş belə Fanjoy, Fanjoy-dakı qaqaş belə heç öz brendi haqqında danışmaq əvəzinə daha çox maraqlı məhsullar düzəldib, yəni baxın bu cür bu formada yazılar yazıb, bu cür belə bir şəkil qoyub. Məsələn, stop looking at my smile. Məsələn, burada gülməli nəsə də prank kimi düzəldib. Adam da reklam eləyəndə girən adamlar, yəni sırf Fanjoydan alırlarmış kimi yox. Yəni normal olaraq hansısa bir paltarı print vəziyyətində ala bilirlər. Məsələn, bu kofta çox qəşəng görünür. Sonra bu stop looking at my smile 29 manata yazıb. Sonra isə baxın burada məsələn hoodie 63 manatdır, amma baxaq görək. Burada Printful-da özü düzəldəndə ona mayası neçəyə gəlir? Düşür. Add product eləyirik. Add product elədikdən sonra isə burada hoodielərdən birini seçəcəyik. Men's clothing hoodies. Hoodielərdən qiyməti 16.45-ə var. 16.45-ə düzəldir. Yəni 15.22-yə də var. Ondan sonra satır burada 63 manata. 16 dollar ən bədəyərli hesablayım 20 dollar kimi 34 manat eləyir. Bu isə 64 manata satırsa, yəni 30 manat üstünə xeyir qoyur satır. Bu o deməkdir ki, yəni nə düzəldirsənsə düzəlt, 2 qat qiymətinə sata bilərsən. Yəni hələ bir endirim də qoyub, sale görək nədir. Yəni qoyduğu endirim belə yəni gördüyünüz kimi sadə bir şey qoyub, elə də heç nə yoxdur. Elə onların mallarını bura satır. Baxın, bu həmən hoodie-də endirimlə ki 63 manatdır. Amma bu paltar buna hardasa bayaq dediyim kimi 16 dollara gəlir, düşür. 76 manata qoyub yalandan prosta hi it's me hoodie. Belə dəxilsiz bir şey düzəldib. Bütün rənglərini də qoyub satır 76 manata. Belə baxın bu şey description belə həmən Printful-un verdiyi description-dır. Yəni uşaqlar bunu siz də eləyə bilərsiniz. Heç kim nə desə artıq deyil. Sadəcə o adamın kütləsi var YouTube-da, o cür o formada eləyir. Məsələn, o elə eləyirsə, hə mənim kütləm yoxdur, mən nə edəcəm, necə marketinq eləyəcəm deməyin. Məsələn, gəlin girək YouTube-a deyək ki, YouTube-da bir dənə niş üzərindən axtarış eləyək. Məsələn, deyək ki, Cats haqqında maraqlananlar, məsələn, Cats yazıram. Baxın, buradan 2 gün içində 269.000 baxış gəlibdir. Bu deməkdir ki, Make the leap. Bu deməkdir ki, bu səhifənin 13 milyon izləyicisi var və az 2 gün içində 952 mindən də komment gəlib. Siz buradakı adamların hamısı, bu deməkdir ki, bunların hamısı pişik sevən insanlarlar, pişik saxlayan adamlardanlar. İlk başlarda düzəltdiyiniz o pişik haqqında düzəltdiyiniz maraqlı koftalarının linkini, məsələn, saytınızın linkini bura əlavə eləyə bilərsiniz. Buradan müştəri çəkə bilərsiniz özünüzə və yaxud özünüz YouTube üçün maraqlı belə videolar düzəltdikdən sonra altında burada description yerində o cür koftalar düzəldə bilərsiniz. Adi belə deyim, bir çoxlarınız zaten bu səhifəni tanıyır. Instagramda o Cat Lovers Club var idi. Cat Lovers Club. Bunlar belə, mən domain görmüşdüm bu arada. The Animal Clubs düzəldiblər. Yəni ömrü boyu öz biolarında saxlayırlar həmən bu saytı. İçinə girsək maraqlıdır ki, nələr düzəldir. How old are you? Yəqin ki, qeydiyyatdan keçəndən sonra hansısa bir məhsullarını reklam edəcək. Yəni sadəcə deməyim odur ki, bunlar belə böyük səhifələrdə öz saytlarını reklam eləyirlər. İndi isə belə deyim, okey, siz bu koftaları düzəldib, pişik üçün paltarları düzəltdikdən sonra öz saytınıza yerləşdirib, sonra isə marketinq eləyib pişik səhifələrində sata bilərsiniz həmən o koftaları. Pişik sevən insanlar zaten girib sizin maraqlı kvotlarınızı gördükdən sonra ala bilərlər. Sizə ideya olaraq deyirəm bunu da, Google-a giririk, məsələn, buraya yazırıq cat quotes, image-lərə giririk və buradan cats choose us, we don't own them. What greater gift
Bunların hamısını oxuyub maraqlarını seçmək olar. If cats could talk, they wouldn't. Hə, deyir ki, əgər pişiklər danışa bilsəydi, onlar danışmazdılar. Deyən adam da non-porter. Çox maraqlı söz deyib burada. Məsələn, bu formada bu sözləri AliExpress-ə girək, gəlin belə eləyək. AliExpress-də də yenə bax, həmən o sözləri istifadə edib necə satış eləyirlər onu göstərəcəm. Cat T-shirt. Baxın, indi burada bu cür şeylər dizayn ediblər bu formada. Bunların hamısı Printful-da düzələn məhsullardır. Adi Cats düzəldir. Məsələn, bu cür belə maraqlı düzəltmək olardı. Bayaqki koddansa bu cür Adi Cats düzəltsəz daha çox sata bilərsiniz deyə düşünürəm. Sonra məsələn, pişikdir, ağzında bıçaq şəklidir. Yəni bu loqonu belə düzəldə bilərsiniz. Hətta bu playsetdə belə düzəltmək mümkündür. Bax burada loqo hissəsində. Baxaq görək Cat-ə aid nəsə varmı? Cats, görək Cats-ə aid nəsə var. Cat T-shirt designs. Okay, gördüyünüz kimi baxın, görün nə qəşəng şeylər çıxır. Mother of Cats. Mother of Cats. Maraqlıdır. Okay, deyək ki, mən bu dizaynı bəyəndim. Özümün nəyəsə dizayn eləməyimə ehtiyac qalmadı. Mən bu dizaynı bəyəndim. Gəlirik bura, buradan şəkildəki bəzi şeylər, rəng tonlarını dəyişə bilərik. Məsələn, bu background-u ağ eləyə bilərik. Ağ eləyirik, bütün dizaynı itiririk. Neysə, ən yaxşısı qoy elə belə qalsın, öz düzəltdikləri kimi. Sonra isə həmən bunu, məsələn, download eləyib, indi kiminsə koftasına vurmaq olar. Buradan download edirik, yüklənir. Bu kodların hamısına istifadə edə bilərsiniz. Bu heç, bunu sizə dedim. Cat t-shirtlərdən bu cür düzəldə bilərsiniz. Bu şəkillərə baxın. Okay, cat t-shirts with quotes yazım. Quotes deyəsən şəklimiz yükləndi, e-mail gəldi. Click here to download. Yükləndi. İndi isə mock-up'a gəlirəm. Leggings şalvarın üstünə yox. Hoodie'nin üstünə eləmək olar. Maraqlı bir hoodie yaradacağım indi sizə. Gəl bu qızın üstündə yoxlayaq. Burada indi insert image gələcək, oraya əlavə edirik. Baxın bura. Upload your device. Mother of Cats. Baxaq nə formada görünəcək. Mən bunun şeyini crop eləyirəm. Mən bunun hoodisinin rəngini də qara eləmək istəyirəm. Görün onda necə olacaq. Gəlinə baxaq görək qara hoodidə. Of, çox qəşəng oldu. Bəyəndim həqiqətən qəşəng. Yəni satmaq asan olar. Yəni maraqlı bir dizaynlı bir paltar düzəltdik. Bu şəkildə yükləyib öz saytınızda maraqlı bir dizayn yarada bilərsiniz. İndi isə gəlin yenə nəsə eləyək. Baxaq görək burada nələr var, nələr düzəldiblər. Best rescue that ever. What the cat father. Maraqlıdır. Yəni bu cür bu formada düzəldib eləyə bilərsiniz. Ya da ki, o dediyim kimi baby, I love my dad var idi, I love my dad. Bu sadəcə şablon bir ideyalardır uşaqlar. Hamımızın öz-özünün öz fantaziyamız var. Mən bu cür şeyləri deyib nəzərdə tuturdum. Hamımızın öz-özünün öz fantaziyası var. Hər kəs öz fantaziyasından istifadə eləsin. Məsələn, elə adam var ki, dünya, məsələn, belə deyim, məndən məsləhət olaraq bunu deyim ki, dünya yəni çox genişdir. Bu pişiyi də, bu dediyim baby-ni də fikirləşən adamlar çox olub. Yəni siz nə qədər daraltsanız öz yəni nişinizi, kateqoriyamızı o qədər çox tələbatınız olar. Məsələn, deyək ki, siz nişiniz odur ki, ancaq kaktusa aid şeylər satırsınız. Məsələn, kaktus, YouTube-a baxaq görək burada kaktusa aid nə var. Məsələn, kaktus sevən insanlar var. Sırf kaktusa aid şeylər paylaşılır. Məsələn, indi bilmirəm, burada 2 saat qabaq paylaşılıb, 400 baxışı var. Amma 4 il qabaq paylaşanda 2 milyonluqlar var. Məsələn, buradakı insanlara belə deməli güllər maraqlıdır. Yəni gül sevən insanların olan mühitdə öz saytınızı reklam edib sırf kaktusa aid olan dizaynlarınızı sata bilərsiniz. Ya da ki ümumiyyətlə option general deyirəm, plant, məsələn, hansısa
bitkilər haqqında, yəni də bir belə dizayner paltarlar dizayn edib sata bilərsiniz. Yəni sadəcə məsləhət olaraq deyirəm ki, özünüzə uyğun bir niş düzəldin və ona uyğun irəliləyin. Nəysə, axırıncı bombamızı da partladaq uşaqlar. Deyəcəksiniz ki, okey, mən bu koftanı düzəltdim. Şəkillə reklama mı çıxım? Xeyr, şəkillə reklama çıxmağa ehtiyac yoxdur. Bildiyiniz kimi şəkillər 50% effektli olursa reklamda, videolar 99% effektli olur. Bu cür videoları necə düzəldə bilərsiniz? İndi isə ona gəlirik. Burada Playsetdə şəkildən də başqa videolar da düzəltmək mümkündür. Bir neçəsini düzəltmişəm. Sizə nümunə olaraq göstərəcəm, amma onun birinci qoy sizə yolunu da deyim. Burada Apparel girdikdən sonra Merge Videos var, ona girin. Girdikdən sonra isə istədiyiniz, o dediyim ki, cinsiyyəti seçirik. Mən burada xanımlar seçəcəm. Maraqlıdır bu, non-binary nədir? Belə nə göstərir? Bu deyəsən prost, baxaq. Kəşke pişiklər üçün, pişiklərin də üzərindən nəsə eləmək olardı. Onda daha maraqlı olar. Tam başa düşmədim nədir. Amma mənim üçün ən yaxşı bildiyimdir. Ən yaxşı özümüz seçək buradan. Nədir, nə deyil. Woman olsun, age, adult olsun, etnisi də white olsun. White model. İndi isə bu cür seçdiyim xanımların videoları çıxdı. Niyə belə şeylər çıxdı? Ancaq qorxulu şeylər çıxdı. Burada nə seçmişik ki, əlavə olaraq? Woman, age, white model. Normal seçmişik. Yəqin nəsə sıradan bir çıxıb. Nəysə, burada indi sizə videoları göstərəcəm. Baxaq videolardan nələr var. Baxalım şəhərdədir. Bu şəhərdə nə edir? Video nə qədər uzundur. Bu cür videolar düzəldib, sonra üstünə buradan mahnı da qoya bilərsiniz. Mahnı qoyub belə mahnı ilə də baxarıq birazdan. Okey, gəl bura indi. Bu videoya baxaq görək necə bir şeydir. Okey, maraqlıdır. Bunu düzəldəcəm. Mən bura öz loqolarımdan birini vurmaq istəyirəm. Ecom Soldier right. Ecom Soldier right. Ya da neyse bunu düzəldək görünəcək. Ya da ki bunu düzəldək elə. Baxa bu xanın üstündə bu necə görünəcək. Crop eləyirəm. Əgər əynində balaca olarsa mən loqo böyüdəcəm. Qəşəng qaldı, çox qəşəng qaldı, bəyəndim. Videonun hazırlamağı, şəkil hazırlamağından biraz daha çox vaxt ala bilir. Hər kəsə səbirlər arzu edirəm, yəni. Hardasa bir 10-15 saniyə zat gözləmək lazım olacaq, bəlkə də daha çox. Bu düzələnə qədər gəlin saytımıza bir də baxaq. Home eləyirəm. Bu bayaq sizə göstərmişdim. Şapını eləyəndən sonra görək hara gedir. Heç hələ link eləməmişəm, hələ hazır deyil. Baxaq yüklənir. Gələk Printful-a. Printful-dan buradan Add Products. Mən sizə şeyi izah eləmədim. Məhsulu düzəldəndən sonra Shopify mağazamıza yükləmə yerini. Amma yox, onu izah elədim mən sizə deyəsən. Çünki mən bura bir məhsulu yükləmişdim sizlə bir yerdə. Hansı ki bu videomuz budur, çox qəşəng. Gəlin download eləyək, hazır baxarıq. Bəzən belə tutula bilər. Please wait on pending video processing. We will email you when it's ready. Bu elə də çox vaxt çəkmir. İndi yükləyəcək. Yəni belə deyim, bir 500-600 dollar pul xərcləsəz bu cür reklam düzəldə bilməzsiniz də. Yəni çox keyfiyyətli videodur. Çox da model də yaxşıdır. Yəni oturub evinizdə, evdən çölə çıxmadan, heç kimlə işbirliyi eləmədən bu cür videolar hazırlaya bilərsiniz. Okey, videomuz yüklendimi deyə baxıram. Hələ ki yükləməyim. Neysə, əsas siz videoya baxdınızsa bəs eləyir. Yüklənəndə məndə yüklənəcək.
Vəsə, indi də gəlin sizdən son dəfə bir yerdə yenə məhsul düzəldək, paylaşaq. Bu səfər papaq düzəldəcəm. Hats yəni. Gələk görə burada hatslərdən nə var? Pants, shorts, leggings. Hats görə, hə, hats de burada. All hats eləyirəm və buradan baxıram, görək nələr var. Və bu qızın papağı 9 dollar 45 sentdir. Kepkası 10 dollardır. Bu cür yumru kepkalar düzəltmək istəyirəm açığı. Bunda arxa fon ağdır, gəlin bunu yoxlayacağım, görüm necə olur. 162 review'su var. Buradakı məhsulların belə baxıram, hamısı Latviyadan gəlir. Yəni Latviyada düzəldirlər. Amma inanıram ki, Latviyadan da ucuz bizim ölkədə də bunu eləmək mümkündür. İndi isə nə edirdim mən? Hə, logo qoyacağam bura. Logolardan da əlimizin altında bunu istifadə eləyək. Bunu buradan böyütmək olur. Böyüdəyə baxaq necə olacaq. Formada. Amerikada bu NBA'in papaqları olur. Hamısında basketbol komandaları falan. Toronto Raptors'ın. Yəni o tipli bir şey çıxdı. Düşünürəm ki, brendinizi tanısız, uğurlu bir şeylər eləyə bilərsiniz bu formada. Okey. Buradan sonra isə istədiyiniz kimi papağın rənglərini seçə bilərsiniz, əlavə eləyə bilərsiniz. Məsələn, hansı rəngdə nə cür olacaq? Məsələn, bu rəngdə, boz rəngdə baxaq necə olacaq. Okey, quş qoyuram qalsın. Sonra iki rəngli papaqlar da necə olacaq? Çox qəşəng qaldı. White reddə də qəşəng qaldı. Navy white'da da qəşəng qaldı. Okey, hamısı yaxşıdır. Yəni istədiyiniz qədər seçin. Mən nümunə kimi edirəm zaten bunları. İndi isə keçirəm. Yox, yaşıl bəyənmədim, bu qalsın. Gördüyünüz kimi bütün rənglər gəldi bu formada, sıralama. İndi isə proceed to media eləyirəm. Keçir mediaya. Mən bu papağın qiymətini yaxşı qiymətə satacağım. Bunu qızda mı seçək, oğlanda? Məncə oğlanda olsa yaxşı olar. Yaxşıdır. Mockup format PNG. Proceed to details eləyirik. İndi isə gəlib buradan yenə bunda tracker cap yazılıb adı. EcomSoldier yazıram. Öz brendimizin adlarından. EcomSoldier. O həmən dediyim TM var idi uşaqlar. Həmən o TM'i götürün. Buradan təzədən. Bütün məhsullarınızda olsa daha brend kimi görünə bilərsiniz. Bu təkcə print on demand aid deyil. O birisi adi məhsulu belə dropshipping eləyəndə çalışın istifadə edin bundan. EcomSoldier bir track cap idi deyəsən, səhv eləmirəmsə. Track cap. So, indi isə neyəcəyik? Tagslərini buraya yazır. Cap, EcomSoldier, hat və s. Choose collection'da. Burada məndə yoxdur həmən collection. Əgər yoxsa collection açmalı zaten bilirsiniz köhnə dərslərdən. Buradan create collection eləyirik. Manual eləyirik. Burada yazırıq. Hat. Save eləyirik. Save elədikdən sonra biz artıq burada həmən bunu həmən collection hat'a əlavə eləyə biləcəyik. O da yenilənməmiş. Görək bura gələcəyimi gəlmədi. Yeniləyək. İtdi deyəsən. Okey, gəlin başdan düzəldəyəm onda. Ona görə əvvəlcədən collectionlarınızın hamısını hazır eləyin ki, bu cür formalarla, yəni bu cür şeylərlə rastlaşmayasınız. Bu idi deyəsən. Papağın qiyməti 9.45-dir. Review'larda yetəri qədər var. Buydu. Hə. Sadəcə bunu böyütmək lazım idi burada. Qəşəng. Nəysə, keçirik növbətiyə. Növbətidə elə bayaq ilişdiyimiz yer idi deyəsən. Yox, şəkil seçmə yeri. Burada istədiyiniz modeli seçin.
Sonra keçin növbətiyə. Tracker cap. Aha, review'umuz aid hazırdır. Textlərdən yine yazaq caps. Hat. Caps başqa şey. Buradan da cari hətə əlavə edirik. Proceed to pricing. Keçirik pricing hissəsinə. Çatdırılma ilə azadla bir yerdə 13 dolar 50 sent göstərir desən. Buradan da retail price seçirik. Yəni biz bunu hansı qiymətə satacağıq. 13.50-dirsə, yəni Funjoyda da gördüyünüz kimi 2 qat qoyurlar. Yəni istəyə uyğundur uşaqlar. Yəni 2 qat qoymaq istəmirsiniz, 3 qat qoyun. Mən şeyə gedəcəm, yəni hardasa bunu qoyacağam. 24.99 qoyacağım. Buradan bunu basdıqdan sonra üstdən basın ki, bütün məhsullar hamısının qiymətindəysin. 24.99 apply eləyirəm. Və buradan mənə 11 dolar 49 sent qazanc qalır. Bunu buraya yazandan sonra ortada hesablayırsan qazancı. Submit to store eləyirəm və gözləyirəm ki, həmən bu məhsul bizim mağazamıza yüklənsin. Həmən bizim mağazamıza yüklənəndə də burada göstərir. Baxaq görək yükləndimi? Hələ ki yox. Biraz vaxt ala bilən bir proseslərdir, amma həqiqətən də winning product tapmaqda çətinlik çəkən uşaqlar, ondan sonra özü qrafik dizayner işləyən uşaqlar bu sahədə çox uğurlu ola bilərlər. Yəni bizim tanıdığım tanışlarım var, yəni tələbələrim olsun, başqa dostlarım olsun, məndən bu işi görən bilən uşaqlar olsun. Bu sahədə çox uğurludular və çox satışlar eləyirlər. Çünki adamlar unik iş görürlər. Unik nə deməkdir? Kiminsə məhsulunu satmırlar. Adamlar öz məhsulunu düzəldirlər, satırlar deyə. Məsələn, deyirəm ki, sizə filan məhsulu Amazondan baxın, ucuzdursa, bahadırsa Amazondan ucuz qoyun. O nə deməkdir? Yəni biz də plagiat məhsul satırıq orada. Ona görə biz Amazondan ucuz qoymalıyıq. Amma print on demandda siz əgər hansısa bir paltar düzəldib satırsınızsa, orada istədiyiniz qiyməti qoya bilərsiniz. Çünki Amazonda sizlə heç kim rəqabətdə deyil. Həmən adam girsin Amazona yazsın, AliExpress-ə yazsın, hara istəyir yazsın. O məhsulu tapa bilməyəcək. Yenə gəlib ki, sizdən alacaq. Çünki sizin düzəltdiyiniz məhsuldur. Nəysə, baxaq məhsulumuza. Yəqin ki, yenə belə keyfiyyətsiz şəkillərlə gələcək. Dediyim kimi, hansı şəkil ki, keyfiyyətsizdir, girib həmən o məhsulu girib şey kimi düzəldə bilərsiniz. Bayaq düzəltdiyim o Placeit-də. Ola bilər, bu Shoppoint ilə belə göstərir, amma telefondan falan baxanda elə göstərməyə bilər. Yəni də amma bu Placeit-dən düzəltmək olar bunu. Gəlin baxaq buradan hatchlərdə biləndə hatch görək, həmən hatch aid nəsə varmı? Məsələn, bu cür papaqlar düzəldə bilərsiniz. Bayaqçı papağı görüm tapa bilsəm yaxşı olar. Burada zaten çoxdur, 24 səhifədə yəni axtarıb, ola bilməz ki, o formada papaq tapa bilməyəsiniz. Yəni 100% ki, tapacaqsınız. Yenə bunu eləyirik. Baxaq görək, xanımlardan yaxşı kepka şəkilləri var, yoxsa yox. Var şəkillər, çox qəşəng şəkillər var. Hətta videolarına da baxaq bir yerdə. Paduşka belə düzəldə bilərsiniz. Yəni, baxın, gördüyünüz kimi. Yəni, maraqlı kvotlu düzəldərsiniz paduşka. Məsələn, gecən xeyrə yaz üstündə, məsələn, paduşka ingilisində good night yaz. Bir dənə ay şəkli qoy. Reklama çıxart, sat, məsələn. Yəni, keçək o birisinə. Bax, stəkana məsələn, stəkanda içkiyə aid Cəbrapeli yazaq. Google-a yazaq ki, drink quotes. Drink quotes. Belə maraqlı quotelar var. You can't drink all day if you don't start in the morning. Don't start in the morning. Deyirsən, bütün günü içə bilməsin əgər səhər-səhərdən başlamamısansa. Nəysə, yəni bu formada da düzəldib həmən stəkanların üzərində qoya bilərsiniz. Ya nə biləm, bu vino butulka şeyləri olmur, wine. Belə wine aid, məsələn, wine bottle var deyəsən.
bax bu wine stəkanın üzərinə düzəldə bilərsiniz. Sırf baxın uşaqlar, bunu demək istəyirəm. Yəni sırf içki içən adamları beyninizdə tutub onları kateqoriyalaşdıra bilərsiniz. Məsələn, səhifələr var, içkilərə aid meme səhifələrdir. Instagramda doludur baxın. Instagramda göstərmişəm ona nümunə sayt. Məsələn, şey var. Drinks for Gays. Drinks for Gays. Baxın bu səhifə deyəsən bağlıdır. 1.7 milyondur. Bunda Amerika harcısı 70-80%-dir mən biləni. O səhifə tapa bilməyən uşaqlar girin tap yazın bura yəni. Amerika faizi çoxdur və içkiyə aid şeylər olur daha çox. Yəni gülməli, əgər siz buradan gülməli hər hansı bir vino batılı düzəltsəz, yəni stəkanını düzəltsəz, ya nə bilim ona aid baxın bu cür belə kaplar düzəltsəz 100% ki satacaqsınız. Yəni bu şəkil kimdə eləyə bilərsiniz, ondan sonra bu video kimdə eləyə bilərsiniz. Görün videosu var, mənə maraqlı gəlir. Əgər videosu olsa özüm test eləyib həmən o səhifədə sizə nümunə kimi göstərərəm. Prosta videoma kapsıtı burada an yazına bayaq şəkillər çıxmışdı. Videolar yoxdur deyəsən. Ancaq belə bu cür bu formada şəkillər. Elə səhifəyə uyğundur. Drinks for Gays. Yəni elə bu şəkillərdə bu şəkili istifadə eləyib elə buna aid bir kofta düzəldib məsələn. Elə həmən səhifədə paylaşsanız partladacaqsınız yəni. Bu da məndən sizə son bir ideya olsun bu dərsdə. Hər kəsə uğurlar uşaqlar. Bu dərs burada sona çatır. Buradakı şəkillərdən istifadə edə bilərsiniz. Maraqlı şəkillərdir. Amma 2 oğlan olanlar istifadə etsəz bu səhifəyə daha uyğun gələr. Hər kəsə uğurlar. Çox maraq eləyirəm ki, sizin əl işlərinizi nələr ki, hər biriniz bir ideya daşıyırsınız. Hər birinizin bir özünüzə aid fantaziyanız var. Hamınızdan çox gözəl, maraqlı əl işləri gözləyirəm. Kim ki nə düzəltdi, mənə mütləq göndərməyi unutmasın. Baxım, əgər əlavələrim olsa eləyərəm ya da ki, sizdən maraqlı şeylər görüb məndən nəsə öyrənərəm. Hər kəsə